Salam, Qanlı İzlər podkastına xoş gəlmisiniz. Mənim adım Günay. Mənim Humay. Mənim isə Günel. Bugün mən sizin qulağınıza səslənəcəm. Bugün mən sizə gətirmişəm bir mövzu, ya da daha doğrusu bir hekayə. Ümid edirəm yaxşısınız və heyecanla mövzumu gözləyirsiniz. İndi qış ayları gəlir. Bilmirəm sizə necə gedir, amma mən qış aylarında biraz depressiv oluram. Bu qış aylarına aid depressiv bir mövzu ilə gəlmişəm sizə. Həyat həmişə istədiyimiz kimi getmir. Bəzən elə hadisələr olur ki, insanı dərindən sarsıdır. Elə günlərdə biz özümüzə çox təzyiq edirik. Güya hamı bizdən mükəmməl olmağımızı gözləyir. Özümüzü əzib ruhdan salırıq. Elə günlər olur ki, özümüzü cazibədar hiss etmirik. Amma Instagrama baxanda elə gəlir ki, hamı bizdən daha gözəldir və mükəmməldir. İşdə biraz çətinlik olanda, elə bilirsən hamının maaşı artır və ya vəzifə yüksəlişi alır. Amma biz yenə də geridə qalmışıq. Partnyorla biraz mübahisə olanda YouTube'da da nişanlı, xoşbəxt cütlükləri görürsən və özünü daha da çox pis hiss edirsən. Bu gün biraz bu mövzular haqqında danışmaq istəyirik. Həyatda olan ağır zərbələrdən. Ailəli həyat, bilirsiniz, çox romantik görünə bilər. O klassik evdar qadın obrazı, uşaqlarla məşğul olan, evin qayğısına qalan, 50-ci illərin o səssiz, gülümsəyən qadını. İndi Instagram və TikTokda elə gəlir ki, bu retro rola qayıdış var. Əslində biz bunu mənim yadımdan çıxıb ya Humayın ya da Günayın mövzusunda biraz vurğuladıq. Threadwife, evdarlığı sevən qadınlar. Kimin məsələsi? Yüngül onun üstündə danışmışıq, amma onun üzərində cinayət danışmamışıq. Bəli, və mən orada 1-2 ad ya da daha doğrusu bir ad çəkmişdim, Nara Smith kimi. Bilmirəm tanıyırsınız yoxsa yox, Ballerina Fam adlı bir də TikTokçu var. 8 uşağı olan bir qadın, bütün günü mətbəxdə nəsə bişirir, sonra inəklərə baxmağa çıxır. Varlıdır əslində, heç bunlara ehtiyacı yoxdur. Həqiqətən çox varlı bir ailədən gəlir. Amma yenə də o konservativ. Hə, pendirinə qədər özü eləyir, şokoladın zadını özü düzəldən Yox, qadındır. o da başqasıdır. O da tam başqası. Mən bir qadını tanıyıram. Onu mən daimi hamilə görürəm. Bəlkə odur. Hər şeyin özü düzəldir. Nə bilim, şokoladından tutmuş pendirinə qədər. Buğdasını da üyüdüb özü onun düzəldir. Yəni O varlı ailədən gələn deyil. O sənin dediyin başqa bir qadındır və onun həqiqətən adını bilmirəm, unutmuşam. Amma həmişə mənim TikTok for you page-imdə də gəlir. Yo, mən Bir də TikTokdan çox istifadə amma etmirəm. qabağıma Mənim çıxırlar. qarşıma YouTube İstəmədən storylərdə qabağıma çıxır. gəlir. Amma mənim dediyim Ballerina Farmdakı qadın başqa biridir. O həqiqətən varlı biridir və bunlara heç ehtiyacı yoxdur eləməyə, amma eləyir. Devam eləyim əgər sözünüz yoxdursa. My husband was on his way back from dinner with a friend when he called me. Throughout dinner was pizza bites. I decided to just make him some for when he gets home. I started by making the mozzarella, let it sit for 10 minutes before slicing it and returning it back to the heat. I strained it through a towel before placing it in hot water and stretching it out. Set it aside and worked on my tomato sauce, tomato paste, some garlic, salt, pepper, olive oil. Started on my wonton wrappers for the outside of my pizza bite. Egg and water, poured that into my salted flour, kneading it so that it came together. While I seared off my breakfast sausage, so I rolled out my dough, prepped all of my other ingredients like my mozzarella, and then it was time to assemble. I placed my cut of mozzarella, sausage, and tomato sauce inside before folding it up. Heated up my algae oil, dropped my pizza bites inside. These turned out so good, and they were ready just in time for when Lucky got home. Mənim də şəhər həyatım çox stresli keçir. Bəzən də deyirəm ki, kaş mənim belə sakit bir həyatım olaydı. Ona görə də bəzən o videolara baxanda özümü biraz dincəlmiş kimi hiss edirəm. Həyat bir an dayanır mənim üçün. Düşünürəm ki, elə bu səbəbdən də Nara Smith'in 12 milyon izləyicisi var. Yəni 12 milyon da az deyil. Ona görə bəlkə TikTokda həmişə qabağıma çıxır, hamı izləyir deyə alqoritm də onu belə verir. Nara hər şeydə, yəni mükəmməl bir qadın obrazı kimi özünü göstərir.
əla ana, gözəl arvad, ideal evdar qadın. Hər şey onda estetik və yüngül görünür. Əri isə misal, nə bilim, şokolad istəyirsə, həqiqətən də şokoladı hazırlayacaq özü. Fast food ürəyi istəyirsə, o gedib indi sifariş verməyəcək, özü hazırlayacaq hər Mən şeyini. bildim, Gecən mən bildim sən hansı qadını deyirsən. O yemək bişirərkən də belə qəşəng paltar da geyinir, eləyir. O qadın. Əlbəttə. O Aa, Nara Smith-dir indi. Mənim o Ballerina Farm-dakı bir başqa qadındır. Nara Smith də bir başqa qadındır. İkisi də TikTokda çox öndə gedənlərdəndir. Ona Yox. görə bu ikisini məsələ gətirdim. sən prosta onu deyərkən gözümün önündə canlandı. Am, Mhm. Onu o da həmişə fərq eləmir. Nə bişirirsə, nə eləyirsə eləsin, elə bir toya gedərmişcəsinə bəzənib hazırlayır hər şeyi. Bəli. Yəni gecə yarısı həyat yoldaşı onun bir şey istəyirsə, həqiqətən o misal şnitzel istəyirsə, durub o bəlkə də inəyi götürüb onu şey eləyəcək, kəsəcək, doğrayacaq, amma o paltarda və hazırlayacaq, qoyacaq qabağına. Yəni həm Mən mükəmməl makiyajlı, həm mükəmməl bir paltar geyimdə. Məncə onun 1-2 videosuna elə biri var. Baxmışam, çox əsəbləşib ona sonra heç baxmadım. Çünki o mənim tərzim deyil. Acan gedib öz yeməyini özü götürsün. Onara Smith'in 3 uşağı var. Yəni 8 uşağı yoxdur Ballerina Farm-dakı kimi. Amma 4-cüyə də hamilədir. Yəni ana olmağı yəni çox sevir. Qızı saçını düzəltmək istəyəndə yox demir. Uşaqlar istəyir, şokolad istəyirsə, marshmallow ilə o dəqiqə hazırlayır. Hətta pendiri də, çörəyi də özü hazırlayır. Hər şey evdə ailəsi üçün eləyir, yəni yaşayır da. Nara deyir ki, mən sevdiyim insanlar üçün yemək bişirməyi çox sevirəm. Məndən tələb olunmur, sadəcə xoşuma gəlir. Və bu sözləri bir çox insanın təsəvvüründəki ideal ana obrazına tam uyğun gəlir məncə. Çünki hamı ananı elə Yəni Nara Smith və Ballerina Farm-dakı qadın özlərini ideal ana obrazında göstərirlər. Yəni çox belə ənənəvi ana gözləyənlər var, belə ana deyəndə ağla gələn bütün o stereotiplər onu cəmləyirlər. Amma tək elə yox. Analar, yəni mən şəxsən anayam və mükəmməl də görünmürəm. Tərli-tərli gəzirəm, kirli-kirli gəzirəm. Yəni mənim bir paltarım bəlkə də 5 dəqiqə təmiz qalır geyinəndə. Bacım indi mənə bir ala çəkir. Yəni həqiqətən elədir. Yəni mən indiyə qədər mən özümü sadəcə işdə gözəl hiss edirəm, çünki orada səliqəli geyinirəm. Amma başqa bir günümdə həqiqi danışacağam, mükəmməl deyiləm. Amma onlar özlərini elə mükəmməl göstərir ki, həyat yoldaşlarına həmişə o paltarda, o makiyajda, həm yemək də hazır, hətta özü eləyib hər şey, inək də özü kəsib, doğrayıb qoyub qabağına. Əslində ideal deyil bu mənim gözümdə. Bəzən ana olmaq həqiqətən psixoloji cəhətdən də tükəndirici ola bilər. Bu qədər məsuliyyət insanı həqiqətən də qorxudur. Tək indi analıqdan deməyim, bəzilərində bəlkə uşaqları yoxdur, amma adi həyatda qadın olmaq asan bir şey deyil. Gözləntilər o qədər yüksəkdir ki, qadın haqqında danışanda. Sosial mediada bu mükəmməl həyatları görəndə çox qadınlarda da mən yetərli deyiləm qorxusu yaranır. Bu çox ağır hissdir. Ətrafımda da ana olan dostlarım var. Onlara baxanda görürəm ki, cəmiyyətdə hələ də qadınlara necə təzyiq edilir. Ana olsan, gülər yüz olmalısan, amma çox ciddi də olmamalısan. İşdə də olmalısan, amma uşaqda heç vaxt tək buraxmamalısan. Həm işləyən qadın, həm tam zamanlı ana, həm də cəlb edici arvad olmalısan. Və insan düşünür, necə olacaq bu? Bir qadın hər şeyi eyni anda necə edə bilər? Bu haqda kiminsə danışmağa cəsarəti yoxdur ya da danışmaq istəmir. Halbuki bu reallıqdır. Yorğun, kömək istəyən analar var, tək olan, tənha qalan insanlar. Bəziləri evlidir, amma yenə də hər şeyi tək edir. Və indi danışacağımız hekayə Emily Longun hekayəsidir və bu tərəfi göstərir. I'm making a change. It is starting today. Today, I am adjusting my perspective and I'm making a point to get out of my depression and do this for my family. So, that being said, happy Saturday. I hope everyone's having a fantastic day. I'm going to have a fantastic day.
Emily və ailəsi ABŞ-ın New Hampshire ştatında Madbury adlı balaca şəhərdə yaşayırdılar. Cəmi 2000 nəfərlik, sakit, təbiətlə iç-içə bir yerdir. Qaranlıq mavi rəngdə, ağ pəncərə çərçivəli böyük evdə yaşayırdılar. 5 otaqlı, bağçalı, uşaqlar üçün əla bir mühit. 2 itləri də vardı. Həyətində basketbol halqası da asılmışdı. Emily və əri Ryan 3 uşaqları var idi. 8 yaşında oğlan, 6 yaşında qız və 3 yaşında balaca bir oğlan. Ən kiçiyi poştalyona vurğun idi. O kiçik poçt uniforması hətta var idi onun. Yay tətili idi və uşaqlar limonad satır, velosiped sürürdülər. Emily özü də məhəllədə böyümüşdü. Ona görə də 2020-ci ildə ailəsi ilə birlikdə uşaqları üçün buradan ev almışdılar. Ryan məktəb psixoloqu idi. Uşaqlarla uyğunlaşmaqda və dost tapmaqda kömək edirdi. Emily isə restoran sahəsində işləyirdi. Wings It adlı restoran şəbəkəsində bölgə meneceri idi. Eyni zamanda sosial mediada da aktiv idi. TikTokda paylaşımlar edirdi. Amma həyat sosial mediada göründüyü kimi gözəl değildi. Bir gün Emily paylaşdı ki, həyat yoldaşına beyin şişi diaqnozu qoyulub. Yəni xərçəng xəstəsi idi. Çox ağır və aqressiv forması. Həkimlər onun ömrünü uzatmaq üçün çalışırdılar, amma vəziyyət ümidsiz idi. Emily TikTokda öz hisslərini bölüşürdü. Qorxu, stres, kədər haqqında. Profilində yazmışdı: 3 uşağın anası, beyin xərçəngi arvad, mənim rəqəmsal gündəliyim. Terapiyadan ucuzdur. Yəni bioqrafiyasına yazmışdı onu. İzləyiciləri onun bütün ağırlı prosesini görürdülər. Əməliyyatlar, kimyoterapiya, uşaqlarla vəziyyəti izah etmək cəhdləri. Balaca qızı soruşurdu: ata öləcəkmi? Emily deyirdi: bəli, bir gün öləcək. Amma bugün deyil. Qorxurdu. Özünü gücsüz hiss edirdi. Bir videosunda deyirdi ki, son 2 həftə çox çətin keçdi. Mən hər kəsi bir yerdə saxlamağa çalışıram, amma özüm dağılırdım. Digər birində isə deyir: mən hər şeyə görə narahatam, nəzarəti itirmişəm. Hər kəs üçün hər şey ola bilmirəm. Yəni statistik olaraq həkimlər deyirlər, ərinin yaşaması şansı cəmi 30%dir və cəmi 9 və 12 ay arasında ölə bilər. Emily çox arıqlamışdı. İnsanlar düşünürdü ki, forma saxlayır, amma arxasında aclıq, qorxu, stres vardı. Uşaqları üçün dayanmalı idi. O deyirdi: mən uşaqlarımı hər zaman düşünürəm, çünki mən onların anasıyam və onlar mənə həmişə ehtiyac duyacaqlar. Emily və Ryan çox fərqli idilər. Emily çox emosional və açıq sözlü idi. Ryan isə sakit və düşüncəli. O ərini dünyanın ən etik, ən yaxşı insanı adlandırırdı. Amma zaman keçdikcə vəziyyət daha da ağırlaşdı. Maliyyə sıxıntıları, təbii xərclər və bir dəfə də Emily deyir, ərinin maşınını satmaq məcburiyyətində qalıblar. O açıq şəkildə etiraf etdi: mənə professional kömək lazımdır, amma özümü də çox pozulmuş hiss edirəm. İndi bilmirəm siz necə düşünərsiniz? Həyat yoldaşınız xəstədir, uşaqlarınız var o yaşlarda, mali cəhət sizin üzərinizə, boynunuza düşür. Yəni hər kəsdə belə bir xəstə insanla da bəlkə ömrünü sonlandırmaq istəmir. Siz nə edərdiniz? Qalardınızmı, yoxsa gedərdinizmi və Emily'nin vəziyyəti haqqında nə düşünürsünüz? Məncə ona heç kim indi doğru cavab verməz. Ona görə mən susma haqqımı kullanıyorum. Ölüm xəbərini eşitsəydim qalardım ya yox? Yəni o xəstəliyi də eşitsəydin, amma kim bilir bəlkə də sağalacaqdı. Yox, mən qalardım. Axı insan söz verir axı. Sağlıqda, xəstəlikdə, yəni bu düzgün olmaz axı. Onun yerinə mən də ola bilərdim məsələn. İndi mən bir balaca misal gətirim. Keçən həftə həyat yoldaşım xəstələnmişdi. Bir həftə boyunca nə yeriyə bilirdi, nə də bir şey toxuna bilirdi. Və mən demək olar ki, biraz da həyasız uşağım var. Bacım da qaşın qaldırdı. Yəni biraz yəni birazdan çox bir həyasız uşağım var və bütün iş indi məndə sadəcə bir dənədir, amma bu Emily'də 3 dənədir. İndi bilmirəm indi xarakterlərini. Nəysə, mən o bir həftədə əridim, çürüdüm, stresə də girdim. Az qala da depressivləşmişdim. Heç nə də eləyə bilmirdi. İndi təsəvvür eləyə də bilmirəm ki, Emily nə gündə idi. Təkrar siz- edirəm, onun yerində
Özü də ola bilərdi. Məsələn üçün, sən Ərvin yerində sən də ola bilərdin. İndi mən də sənə soruşuram da, sən indi özünü o vəziyyətə qoy. Qalardınmı? Təbii Ya ki. gedərdin? Yox, mən qalardım şəxsən. Yəni təkcə söz verməkdən də getmir. Axı sən axı o insana güvənirsən. Sən güvənib bir yola girmisən. Elə ilk problemdə, ilk xəstəlikdə, ilk hadisədə mən əgər ayrılsaydım, mən niyə o yola girirəm? Yəni mən indi özümdən desəm, bir müddət dayanardım, amma davamlı olaraq həqiqətən mənə çox çətin olardı dayanmaq. O Çətin olmaqla, amma neyniyəsən? Məncə o ümid edirəm baxır heç uşağın yaşına, vəziyyətə və maddi cəhətə. Heç kim öncədən nəsə deyə bilməz, Bildim, qalardım, qalmazdım. O həyat şərtləri insanı başqa şeylərə vadar edə bilər. bildim. Tamam da Günay təsəvvür elə ki, sən ölümcül bir xəstəliyə tutulmusan. Yəni Yaxud əks sən tərəfi o da. anan var, atan var. Okay, amma sənin illərdir sevdiyin 3 uşağın olan ərin səndən ayrılır, səni tərk eləyir, xəstəliyinlə səni birbaşa buraxır. Sən özünü necə hiss eləyərdin? Mən Demirəm məsələn üçün ki, yaşamaq istəmərəm. Umay, Mən özümü götürüb elə birbaşa öldürərəm şəxsən. Mən o Umay, 6, 9, 10 ayı mən gözləmərəm. Yəni professional kömək lazımdır da, amma o isə professional kömək ala bilmədi, ya istəmədi, ya da mükəmməl olmaq istədi, hər şeyi bacarmaq istədi, bəlkə də. Yəni səbəbi tam da dəqiq deyil. Amma mən şəxsən bir müddət dözərdim, amma bir müddətdən də sonra həqiqətən o professional köməyi də istəyərdim. Daha doğrusu hər şeyi də eləyərdim ki, o alım. Heç olmasa da maddi cəhətdən. Sonra hər şey daha da pisləşdi. Ryan yatağa düşdü. Demək olar ki, heç bir yerə də gedə bilmirdi. Avqustun ortalarında Emily videoda deyir ki, uşaqlara artıq 911, yəni 911-ə zəng etməyi öyrədirdim. Çünki atasına yardım edə bilsinlər deyə, bəzən evdə olmayanda uşaqlar evdə idi deyə. Onun TikTok hesabında təxminən 80 video vardı və 5600 izləyici ona mənəvi dəstək olurdu. 16 avqustda son videosunu paylaşdı. Making a change, dəyişiklik edirəm yazılmışdı. Deyir ki, uzun müddətdən sonra ilk dəfə makyaj etdim, geyindim. Normal həyata qayıtmaq istəyirəm. Uşaqlar da dostları ilə vaxt keçirməlidirlər. Bu gündən də hər şey dəyişəcək. Mən yaxşı gün keçirəcəm. O gülümsəyirdi. Hər şey düzəlir kimi görünürdü, amma 2 gün sonra 18 avqust, gözəl yay günü, 27 dərəcə isti. Uşaqlar hələ məktəbdə deyildilər. Hər şey sakit idi. Amma axşam saat 20:30-da sirenlər səsləməyə başladı. Polis helikopterlər, sarı lentlə bağlanmış küçə. Suallar yaranır. Nə baş verdi? Ailə sağdırmı? Saat 20:21. Təcili yardıma zəng gəlir. Evdə bir neçə nəfər nəfəs almır. Ölüdülər. Polis hadisə yerinə çatanda artıq çox gec idi. Ryan, Emily, 8 yaşlı oğlu Parker və 6 yaşlı qızı Ryan hamısı ölmüşdülər. Yalnız 3 yaşlı ən kiçik oğlan sağ idi. O evdə tək, bütün günü ailəsini cansız bədənlərin arasında qalmışdı. Autopsiya nəticəsi çox dəhşətli idi. Uşaqların ikisinin başından güllələnmişdi. Atası Ryan bir neçə güllə yarası almışdı və Emily də öz başından tək güllə ilə özünü öldürmüşdü. Deməli, onların hamısı səhər tezdən, təxminən saat 6-nın yarısı öldürülmüşdü. Bütün günü evdə tək qalan o balaca oğlan. Bu fikir adamı həqiqətən sarsıdır. Yəni, balaca bir körpə ölülərin arasında qalıb. Əvvəlcə hamı qorxmuşdu, bəlkə bir qatil hələ də küçədədir. Amma baş prokuror deyir ki, ictimaiyyət üçün təhlükə yoxdur. Çünki cavab çox şok idi. Silahı əlində tutan şəxs Emily'nin özü idi. O əvvəlcə ərini, sonra isə uşaqlarını, ən sonda isə özünü vurmuşdu. Beləcə bir vaxtlar ideal kimi görünən ailə tamamilə yox oldu. Ryan 48 yaşında, Parker 8, kiçik Ryan isə 6. Emily'nin özü 34 yaşındaydı. Yəni mənim özümdən, yəni mənim 32 yaşım var, indi düşün. İnsan inanmaq istəmir. Axı o mübarizə aparmaq istəyirdi. Deyirdi ki, yeni həyat başlayacaq.
Cəmi bir gün əvvəl Pinterest-də dırnaq dizaynlarını, paltar fikirlərini axtarırdı. Bəs nə onu vəziyyətə gətirdi ki, özünü ya ailəsini öldürmək istədi? Baş prokurorun müavini deyir, bizim hələ çox sualımız var. Ən böyük sual isə niyə? Dostları dedilər ki, Emily son vaxtlarda işindən çıxmışdı, işini sevmirdi. Amma ailənin ciddi maliyyə problemləri də var idi. Evin kreditini ödəyə bilmirdilər. Hər kəs üçün bu xəbər çox ağır idi. Qonşular deyirdilər, onlar mükəmməl bir ailə idi. Bunu heç kim gözləmirdi. İcma bir araya gəldi. Mahnı, dua, şamlar, çiçəklər. 2 itədə yeni ev tapıldı. Qonşulardan biri onlara sahibləndi. Və o özü də deyir ki, bu həyatımda etdiyim ən çətin şey idi. Balaca oğlan üçün də yardım kampaniyası başlanıldı. $8,000 toplandı. Emily'nin işlədiyi restoranda Facebook'da paylaşım etdi. Bu çətin zamanda ürəyimiz Emily Long və ailəsi ilədir. Amma bir müddət sonra dəhşətli bir sir ortaya çıxır. Emily təkcə qatil deyildi, həm də oğru idi. Keçmiş müdiri açıqladı ki, o restoranın biznes hesabından $660,000-dan çox pul mənimsəmişdi. Yəni orada idarəçilikdə işləyirdi axı, ona görə buna da gücü çatırdı eləməyə. Üstəlik $2,300 nağd pul da götürmüşdü. 2023-cü ildə başlamışdı bu işlərə və uzun illər gizli qalmışdı. Ta ki iyun ayında hesab uyğunsuzluqları ortaya çıxana qədər müdiri ondan bank çıxışlarını istədi, amma Emily saxta sənədlər təqdim etdi. 11 avqustda bankda görüşməli idilər. Yəni bunu aşkarlamaq üçün, haqqında danışmaq üçün, amma Emily gəlmədi. Əvəzinə mesaj yazdı. Məni işdən çıxara bilərsiniz, ya da sadəcə məsafədən işləyim. Fərqi yoxdur mənim üçün. Bir neçə gün sonra isə ölülər evində idi. Daha doğrusu Məncə ölülər evdə müdürü tapıldı. bəlkə öldürüb. Amma Elə göstərib ki, özü ölür, öz-özünü öldürüb. 660 Yoxsa gün çünki ailə uşaqları adam öldürər. bir uşağını da öldürərdi. Özü öldürsəydi 3 uşağını da öldürərdi. Amma o Yəqin müdürü pullardan gəlib geri alacaq. nə olsun 600.000 ziyana verib onu. Məhkəməyə verərdi, şikayət eləyərdi. Niyə öldürsün ki? Nə Yəni. bilim, mənim elə Axı bu şəxsi bir şey deyil, indi hansı oğurladı ana da. öz övladını öldürər. Psixi xəstə ana öldürər. Mən İlk özümü dəfə deyil öldürərəm, ki, uşağımı Günay. öldürmərəm. Üçün də öldürsün də. Mən bildiyim cinayətlərdə bütün övladlarını öldürüblər. İkisini öldürüb birini, niyə onu da saxlayır ki? Onda yəqin başqası öldürüb bilməyib üçüncü uşaq var ya, uşaq yox idi ortalıqda. Yo, yanlarındaydı axı. Niyə öldürməyib Bədənləri onda? yanındaydı. Bəlkə anasının ürəyi gəlmədi la bu körpəni öldürməyə. 3 yaşı var idi. Uşağımın 5 yaşı var, hər baxanda ürəyim əriyir. Necə bir ananın yaşından fərqli olmayaraq durduğu yerə can Amma canına evdə də qıya bilər. başqa izlər tapılmamışdı axı. Məncə nəsə çıxacaq oradan, mən deyirəm. Müdiri deyir, mən polisə müraciət etməkdən başqa çıxış yolum yox idi və onun həyat yoldaşının xəstəliyinə görə də anlayışla yanaşırdım. Amma bu qədər pulu gizlətmək olmazdı. Sonuncu dəfə Emily 12 avqustda ona yazmışdı, bağışlayın, amma nə üçün deməmişdi. İndi hər kəs düşünürdü, bəlkə o pulu ərinin müalicəsinə xərcləmişdi. Amma yox, oğurluq Ryan'a diaqnoz qoyulmamışdan əvvəl başlamışdı. Bəlkə də qorxurdu ki, hər şey üzə çıxacaq. Bəlkə də utanırdı ailəsinin gözünə, pis ana, pis arvad kimi görünmək istəmirdi. İndi heç kim bilmir, yəni səbəbini. Yalnız o bilirdi bunu niyə etdiyini, amma indi də yaşamır. Yəni bu haqqda heç bir məlumat ala bilmirik. Keçmiş müdiri deyib ki, pulu geri istəmir. Qoy o qalan hər şey balaca oğlana qalsın. O buna layiqdir. Bu sözlər də həqiqətən çox insanidir əslində. Yəni uşağı öldürsün də onda, əgər həqiqətən çox da belə acılıqdırsa. Bəlkə vicdanı zabit çəkdi. Yəni mən nəyə başa düşmürəm, o pul axı nə onundur, nə bunundur. Bu şirkətin, ya doğrusu o restoranındır. O restoran da uğurluğa qarşı siqortalı bir, yəni hər hansısa bir şey şirkət olsun, nə fərqi yoxdur da. Bütün pullar həmişə siqortalı olur. Yəni sən onu uğurlasan belə o siqorta o sənə o pulu qaytaracaq.
Üç uşağın üçü də bir kişidən idi. İndi sən başqa teoriya axtarırsan. Bəlkə də siqortalı deyildi pul. Mən özümdən deyirəm. Bankların, yəni oğurlanan pulları onsuz da həmişə siqortalı olurlar. İndi mən də elə düşünürəm ki, bu restoranda da yəni nəsə olmalıdır da. Sigortasız bir şey, yəni siqorta da olmasa bir şey olmalıdır bunu Lap qoruyan. belə siz yenə də böyük ehtimal düşünürsünüz ki, o müdür olsun. İnanmıram. Çünki deyək lap belə müdür axı müdür üçün bir dənə düzgün yol ola bilərdi o pulu geri almaq. O da ki, o qadını məhkəməyə vermək. Yəni öldürməklə nə ələ keçirəcək? Özü uşaqla ərini də. Yəni məncə də, yəni o həqiqətən öldürməyib, Emily öldürüb. Yəni başqa bir iz yox idi. Məhkəməyə versəydi, ən pis vəziyyətdə Amerikada bir çox xarici ölkələrdə olduğu kimi bu nə deyirlər buna, evə gəlib əşyaları falan götürüb satırlar ki, frankəsin pulunu geri qaytarsınlar deyə. Haciz. Haciz gəlirlər, əşyaları aparırlar. Qadının da paltarlarından, ev əşyalarından gördüyümüz kimi pulu var idi. Yəni məhkəməyə versəydi, %100% evinə gəlib əşyalarından alıb pulunu geri qaytarardılar. Yəni müdirin onu öldürməyi üçün bu kifayət qədər səbəb deyil məncə. Yəni bəlkə, amma milyonlardan söhbət getmir. Yəni ki, o böyük bir miqdarda, tamam böyük miqdarda puldur, amma 4 insanı öldürəcək qədər də böyük bir miqdar pul deyil. Məncə ona təzyiq eləyə bilərdi, təhdid eləyə bilərdi. Təhdid eləyərdi birinci. Görsək təhdid alınmır, məhkəməyə verib, məhkəmə ilə %100% pulunu geri alasıydı. Onunla da bağlı heç bir şey tapılmayıb. Yəni mesajlarda, məktub olsun. Alman dilində belə bir deyim var. Bir uşağı böyütmək üçün bütün bir kənd lazımdır. Amma çox vaxtda o bizdə yoxdur, o kənd. Amma Azərbaycanda misal bir uşağı həyata gətirəndə bütün nəsil kömək eləyir də, yəni o evdə yaşayan hər kəs. İndiki zamanı bilmirəm, yəni mən keçmiş zamanda bilirəm bunu. Yaxşı ailələr kömək eləyərdi. Amma Emily'nin belə bir şansı, şəraiti yox idi. Yəni o da bunu etmək üçün bəhanə kimi də istifadə edə bilməzdi əslində. O dəhşətli bir iş görüb, onun hekayəsi bir tabu mövzusu kimi görünür. Müasir dövrdə anaların yaşadığı görünməyən o təzyiqi. Hələ də cəmiyyət qadınlarda mükəmməllik gözləyir. Həm ana, həm arvad, həm karyera qadını, həm də xoşbəxt bir insan. Yəni o 24 saatın içinə sən bunların hər şeyini, hamısını yerləşdirə bilmərsən. Emily bir dəfə demişdi: "Mən eyni anda hər kəs üçün hər şey olmağa hazır deyiləm. Mən onların anasıyam və onlar mənə həmişə ehtiyac duyacaqlar." Bu sözlər onun içindəki yükü göstərir. Bu ideal obrazla reallıq arasındakı boşluq çox qadını günahkarlığa, utanmağa və təkliyə sürükləyir. Bir qadın açıq desə ki, bəzən hər şeydən bezirəm və dərhal pis ana adlandırırlar. Halbuki bu hisslər normal hisslərdir. Hətta bəzi qadınlar, bilmirəm bu söz haqqında eşitmisiniz, regretting motherhood, yəni ana olduğuna peşmanlıq hissi yaşayanlardır. Bu uşaqlarını sevməmək deyil, sadəcə ana rolunu daşıya bilməmək deməkdir. 2020-ci ildə aparılan bir sorğuya görə Almaniyada yenə bir misal gətirim. 20% insanlar deyib ki, yenidən qərar verə bilsəydim uşaq sahibi olmazdım. Sevgisiz olmaq demək deyil, sadəcə ana və ata rolu almaq istəmədikləri haqqında bir sorğuydu. İndi bilmirəm, sizə bu sualı vermək istəyirəm əslində. Siz nə düşünürsünüz? Yenə ana və ya ata olmaq istərdinizmi? İndi sizə də soruşum. Günay və Humay. İndi sən Niyə hamı bu ara məndən bunu soruşur? kim soruşub sənə? Evdəkilər Yaxşı. hamı bezdiriblər ikinci uşaq. Bilmirəm, valla bilmirəm. Hələ birincisi ilə mi yetinirəm? İkinci uşaq məncə o qismətdir. Amma düşünmürəm. Olsa bilmirəm nə edərəm. Amma düşünmürəm. İndi digər bacımın hələ uşağı yoxdur. Bəlkə onu darıxdırar bu mövzu, yəni yuxusu gələr də eşidəndə. Amma mənim də belə bir düşüncəm yoxdur. İkinci bir uşaq həyata gətirim. Eminin bu cümləyə görə, yəni özümü, uşağımı sevirəm, o başqa bir şeydir. Uşağım üçün hər şeyi də eləyərəm.
Amma ana rolunu sevmirəm. Gözləntiləri, yəni o məni həqiqətən çox yorur. Yəni anayam deyə demək deyil ki, robotam və hər şeyi bacarmalıyam. Yəni amma cəmiyyət, ətraf mühit bunu gözləyir. Ata misal uşağı yedizdirdi, içizdirdi, pampersini dəyişdi ya da bağçaya mı apardı? "Vau, nə mükəmməl insandır, nə yaxşı atadır" deyilir. Amma ana bunu elə bil eləyəndə belə bir cümlə eşitmirsən. Çünki gözlənti budur. Ona görə bu rol məni əziyyətə verir, daha doğrusu yorur. İndi mən də o 20%-in üçün, yəni 20,1 o mənəm. Mən də qatılaram bu cümləyə. Daha doğrusu bu qərara. Yenidən qərar verə bilsəydim uşaq sahibi olmazdım, çünki mən o rolu sevmirəm. Amma uşağımı sevirəm, yaxşı ki də eləmişəm. Nəysə, bəzi qadınlar deyir, uşaqlarımı çox sevirəm, amma ana olmağı sevmirəm. Həyatım tam mənim deyil. Başqası deyil, 2 uşağım var, çox gənc yaşda oldu. Onları sevirəm, amma bəzən sadəcə sakitlik istəyirəm. Qışqırıram, əsəbləşirəm, çünki artıq tükənmişəm. Digəri deyir, mənim həyatım sanki təkrarlanırdı. Yemək ver, təmizlə, yatızdır və yenidən. Azadlıq istədim, amma günahkar hiss etdim. Düşünürdüm ki, bəlkə mən pis anayam. Yəni bütün bu düşüncələr əslində çox real hisslərdir. Əgər sən ana və ya atasansa və bəzən düşünürsənsə artıq bacarmıram, yəni özünü günahlandırma buna görə. Bu çox normal hissdir. O Nara Smith və ya Ballerina Farmdakı o obrazlardakı bizə bunun əksini göstərir. Yəni o demək deyil ki, onlar çox belə hər şeyi xoşbəxt göstərirlər deyə. Həqiqətən xoşbəxtdirlərmi? O sualı özündə ver. Onlar bəlkə onu reytinqə ya pula görə edirlər. Valideyn olmaq çox gözəl şeydir, amma bəzən də çox ağırdır. Bəlkə də Emily'nin içindəki bu qarşılıqlıq, stres, qorxu, utanma axırdakı partladı. Bəlkə də o sadəcə artıq tab gətirə bilmədi bunların olan hər şeyə. Və biz bundan nəticə çıxarmalıyıq. Çünki sosial mediada gördüyümüz o hər şey həqiqət deyil. Nara'nın da bəzən bəlkə yeməyi yanır, amma sadəcə onu videoya çəkmir. Siz necə olursunuzsa olun, siz çox əlasınız. Əgər ana və ya atasınızsa, inanıram ki, əlinizdən gələni də yaxşı edirsiniz. Və əgər valideyn deyilsinizsə, ətrafınızdakı analar və atalara da biraz dəstək olun. Bəlkə də uşağa baxmağa kömək edin, ya da biraz yemək bişirin, aparın, ya da soruşun sadəcə necəsiz, sizə kömək lazımdırmı? Yəni kiçik bir jest bəlkə də çox şey dəyişə bilər, həyatı qurtara bilər. Yəni dəstək olmaq həqiqətən çox gözəl bir şeydir, gözləntisiz əlbəttə ki. Mən biraz özüm də anayam deyə bu məni dərd aparır deyə mən də bunu biraz açıq danışmaq istədim. Qəşəng mövzudur. Qadınları da biraz şey eləyək. Növbət dəfə mənim mövzusumda kişilərin tərəfini tutacaq. Qoyub yazdıqların gönlü olsun. Günaya da bayaq dedim. Yazıqla vursun. Buna oxşar bir mövzu var idi Amerikada. Kişi ailəni öldürür. Uşaqları deyəsən böyük bir iş yerində su ambarı mı deyirlər, nə deyirlər, ambarın içinə atmışdı. Qadın hamilə idi, hələ yadında. Hə, boşanmaq istəyir, deməyim də, amma orada ağlamışdım. Qadın Facebookda başladı da mükəmməl həyatı paylaşmağa. Oradan başladı, sonra böyüdülər, elədilər. Uşaq özdə şeyi də oxumuşdu maşında yadınızda. Ata sən mənim qəhrəmanımsan, nəminə götürdü uşağını da öldürdü. Həm qadın da hamilə idi. Ümid edirəm bu mövzum sizi yuxuya aparmadı. Yenə də biraz düşüncələrə aparsın sizi. Yəni anaları, qadınları biraz funksional olaraq deyil, insan kimi görməyiniz vadar edər, bəli. İndi bilmirəm o sözdə mi düz dedik yoxsa yox, amma siz bizi başa düşdünüz yəqin ki. Vedalaşmadan əvvəl mən də qısa bir şey deyim. Mən Güney'in də dediyi düzdür, amma mən ümidvaram ki, siz biraz da ailə içi davranışlarınıza da fikir verərsiniz. O əlinizdə olanlara şükür edərsiniz. Çünki biz evlənəndə və ya bir yola gedəndə biz yalnızca sağlıqda, yaxşılıqda demirik. Ona görə insan bir-birinə söz verir. Yaxşılıqda, pislikdə, sağlıqda, xəstəlikdə. Yəni bu sözlər Amma o da boşuna bir deyilmir. müqavilə deyil axı, Humay. Müqavilə deyil əlbəttə, amma
Sözdür. Yenə də biraz o sözü biz deyəndə sözü başa düşüb deyək. Yəni ki, o mənada deyirəm ki, insanlar buna dinləyəndə orasını bəlkə biraz düşünər. Yəni ki, bunlar Məndə də bu yalnızca var dediyi da. sözlər Elə bilirəm deyil. ki, hər şeyi mükəmməl eləməliyəm, hər şeyi Yox. özüm eləməliyəm. O Emilydə də elə bir dərd var idi yəqin ki, borc, ev, nə bilim nə, heç kimlə də paylaşmadı. Sadəcə evin durumunu paylaşırdı TikTokda. Yox, mən Bəzən bəlkə həqiqətən ağzımızı da qohum dostlara da açmaq lazımdır ki, həqiqətən pox gündəyəm, mənə kömək eləyin. əlbəttə danışmaq lazımdır. Problemin varsa içvə atmamalısan. İnsanlarla danışmasan ilk növbədə əgər problemin həyat yoldaşınladsa və ya qonşunladsa, get o insanla mütləq danış, həll elə. İnsanın içinə ataraq heç bir şey həll olmur. Mən qısa vaxtda seminarda idim və o seminarda bir çox şey nə deyirlər, fərqinə vardım öz həyatım barədə, keçmiş barədə, gələcək barədə. Yəni ki, fərqinə vardım ki, insanın bir sözü deyirsə, həm də ki, başqası ona bir söz deyirsə, bunu biraz prosta eşitməklə həll olunmur. O eşitdiyini anlamaq lazımdır. Yəni ki, qarşındakını anlamaq da lazımdır. Öz dediyin sözləri də anlayıb danışmaq lazımdır, demək Yəni lazımdır. ağzından çıxan sözə fikir ver Ha. və ağzından çıxan sözü də həqiqətən dinlə və anla. O da Tamam. bəzən də çox çətindir. Məndən bu qədər. Məndən də bu qədər. Əslində bu haqqda çox uzun danışmaq olar, amma biraz siz düşünün. Bəlkə ailə içi biraz məsələləri həll edin ki, ailə qırılmasın sözün əsl mənasında. Gecəniz, sabahınız, axşamınız xeyrə. Hələlik. Hələlik.